Ağır günlərdə kim sənlə oldu, unutma. Ənsardan bir qadın ifaq hadisəsi zamanı Ayşənin yanına daxil oldu və heç bir şey demədən Ayşə ilə birlikdə çoxlu ağladı. Ayşə bu barədə demişdir: o qadının bu əməlini heç vaxt unutmaram. Allah Sübhanahu Taala Təbuk döyüşündə geri qalan Kəb ibn Məlikin tövbəsini qəbul etdiyi barədə ayə nazil etdikdə o sevinərək məscidə daxil olur. Talha ibn Ubeydullah qalxaraq onun qabağına qaçır və Kəbi qucaqlayır. Kəb radiyallahu anh deyir ki, Talhanın radiyallahu anh'ın bu etdiyini heç vaxt unutmayacağım. Pis və çətin günündə səni buraxmayan kəsləri ən dəyərli insanlar bilməyin sənin insanlığının, şərəfinin, vəfanın, kişiliyinin qiymətidir.